Azərbaycan Uşaqları İctimai Birliyi və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə yeni reallıqlar, yeni həllər, uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, tələbələr, Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri iştirak ediblər. Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmal Ağazadə bildirib ki, bu il ərzində onlara uşaqların sosial şəbəkələrdə ifşa, şantaj, müxtəlif oyunların qurbanı olma səbəbindən 114 müraciət daxil olub. Ümumiyyətlə, birinci növbədə uşağın adaptasiyası başlayır. Adaptasiya müddətində uşağın psixoloji durumu, sosial qiymətləndirmə, portreti müəyyən olunur, sosial portreti yaradılır və uşaqla artıq mütəxəssislər işə başlayırlar. Onun ən yaralı, deyək ki, tərəfləri nədir? Onların araşdırılması istiqamətində iş aparılır və reabilitasiya fərdi proqram tərtib olunur. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun idarə heyətinin sədri Ramil İskəndərli qeyd edib ki, bu sahədə silsilə tədbirlər keçirilir. Diskussiyanın da əsas məqsədlərindən biri də bu məsələdə bir qızıl ortanı tapmaqdır. Həm yəni elə etməkdir ki, yəni biz tam hər hansı bir məsələyə qadağa qoymaqla bu uşaqları müdafiəsiz vəziyyətdə belə deyək də kömək etməyə nail olmayacaq. Biz müəyyən dərəcədə tənzimləmələrlə bu orta xətti tapa bilərik. Tədqiqatların aparılması baxımından da biz xarici ölkələrin təcrübələrini də öyrənməliyik. Yəni burada amma son nəticədə texnologiyaların tətbiqi milli mənəvi dəyərlərə əsaslanmalı yanaşma tətbiq olunmalıdır. Deputat Ceyhun Məmmədov uşaqların internetdən süni intellektdən istifadəsi ilə bağlı qanunvericilik istiqamətində tənzimləyici addımın atılmasına ehtiyac olduğunu vurğulayıb. Qanunvericilik istiqamətində müəyyən addımlar atıla bilər və təbii ki, burada dövlət, qeyri-hökumət təşkilatlarının müzakirəsi nəticəsində hansısa bir sənədin hazırlanması məsələsi nəzərdən keçirilə bilər. Yəni bu istiqamətdə mən də düşünürəm, hardasa bir tənzimləyici addımın atılmasına ehtiyac var və burada müəyyən məhdudiyyətlər də olmalıdır. Çünki biz getdikcə bu problemin daha böyük bir xarakter aldığını görəcəyik. Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova indi məktəblilərin daha dəhşətli davranış hesab edilən kiberbullyingə məruz qalmasından bəhs edib. Artıq real həyatda baş verən bullying hadisələri sosial şəbəkələrdə və virtual məkanda, rəqəmsal dünyada kiberbullying formasını alıbdır. Kiberbullyingin çətin tərəfi ondan ibarətdir ki, burada aşkarlanma çox çətinləşir. Kimin tərəfindən həyata keçirilməsi, kimin yaratması, onunla necə mübarizə apara bilərik. Fake profillər olduğuna görə ümumilikdə bu fake profilin meydana çıxarılması və hüquqi çərçivədə addımların atılması müəyyən qədər çətinlik yaradır. Amma bu o demək deyil ki, kiberbullyinglə mübarizə metodları yoxdur. Bakı Psixologiya Mərkəzinin uzman psixoloqu Nərmin Osmanlı bildirib ki, uşaqların davranışlarından onun rəqəmsal mühitin qurbanına çevrildiyini bilmək mümkündür. Uşaq həddindən artıq texnologiyada və ya rəqəmsal platformalarda vaxt keçirirsə, bu artıq bizim üçün bir xəbərdarlıq işarəsidir. Uşaq müəyyən qədər sosial izolyasiya, geri çəkilmə, müəyyən qədər qorxu, utanc hissləri müşahidə edə bilərik. Həddindən artıq özünü dəyərləndirmə, özünü tənqid, daha doğrusu özünü aşağı qiymətləndirmə ola bilər və yaxud da özünü sıx-sıx müqayisə eləyirsə, emosional olaraq əvvəlkinə nisbətən əhval-ruhiyyəsi daha aşağıdırsa, gündəlik fəaliyyətlərinə maraq göstərmirsə, dərslərində müvəffəqiyyəti aşağı düşübsə və yaxud da ümumiyyətlə dərslərə motivasiyası azalıbsa, əvvəlki qədər ünsiyyət qurmursa, bunlar artıq bizim üçün bir xəbərdarlıq işarələri ola bilər. Tədbir çərçivəsində zərərli rəqəmsal mühitin qurbanına çevrilmiş real həyat hekayəsi əsasında hazırlanmış sosial çarxlar nümayiş etdirilib. Tədbir panel müzakirələrlə davam edib. Mövzu ilə bağlı təklif və tövsiyələr dinlənilib. Tədbir müddətində səsləndirilən təkliflər ilə bağlı kitabın hazırlanması nəzərdə tutulub. Günah Şahmar, Sadiq Məmmədov, Bizim Media.